Yeni ən güclü Apple cihazları çıxdı. Hər birində M5 prosessoru olan MacBook Pro, iPad Pro və Vision Pro. Bəli, yenə Vision Pro çıxdı. Yaxşı, bəs nə yeniliyi var? Yeni MacBook Pro'da 12 megapikselli ön kamera var və batarya ömrünün 24 saat olacağını iddia edirlər. Ekranı 14 inç, SSD-si köhnə nəsilə nisbətən 2 dəfə daha sürətlidir. Ümumi performansı isə 3,5 dəfə daha yaxşıdır. iPad Pro'nun 2 dənə ölçü seçimi var. 11 inç və 13 inç. Ekranı 120 Hz OLED ekrandır. Apple yavaş-yavaş bütün modellərinə 120 Hz ekran gətirir. Batarya ömrü də 10 saata qədərdir. Və gəldik Vision Pro-ya. Köhnə modeldə yadınızdansa insanların başında narahatçılıq olurdu. İndi yeni başlıq seçimindən bu artıq daha rahatdır. Amma yenə də istifadə edib görəcəyik. Sürəti də əvvəlkinə nisbətən 2 dəfə daha sürətlidir. Başlanğıc qiyməti də MacBook Pro-da $1600, iPad Pro-da $1000 və Vision Pro-da $3500 başlayır. Bu üçündən məncə Apple Vision Pro-nun qiyməti çoxdur. Səmərəliliyi çox deyil. Rəqibləri hal-hazırda süni zəka ilə gələn gözlük yaradıblar. Məncə bunun yerinə onu eləməyi daha məntiqli olardı. Ümumiyyətlə sizdə hansı Apple cihazıdır? iPad-dir. Şərtdə qeyd edin.